Daha bir ağır nevroloji xəstəliklə, mioklonik sindromla bizə müraciət edib Nərminə xanım Sumqayıt şəhərindən. Mioklonik sindrom nədir? Əzələlərin qısa, qəfləti, qeyri-iradi titrəməsi, sıraçlarla yığılması deməkdir. Bu ağır bir nevroloji haldır. Ola bilər simptom olsun, yəni böyrək çatmamazlığının, qaraciyər çatmamazlığının, digər xəstəliklərin simptomu kimi. Ola bilər ayrı sindrom olsun, ki bu xanımda sindromdur. Ola bilər sağlam insanlarda olsun, fizioloji olaraq yuxuya gedən zaman əzələnin sıçraması olsun. Bizdə isə bu patolojidir. Bunu biz təsdiq elədik. Elektromiografiya elədik, xəstəyə elədik və eyni zamanda MRT elədik və nəticəyə gəldik ki, xəstədə nədir? Mioklonik sindromdur. Xəstənin Allah qoysa ən müasir protokollara uyğun müalicəsini başlayacağıq və ən müasir protokollara uyğun fizioterapiya aparacağıq. Bu xəstəlik də tam sağalmır, lakin biz protokollara uyğun müalicə ilə gözəl remissiya alacağıq.